Ölkə başçısının göstərişinə əsasən Nəqliyyat Nazirliyi Azəryol Servis Açıq Səhmdar Cəmiyyəti tərəfindən paytaxtda piyadaların və nəqliyyat vasitələrinin rahat maneəsiz hərəkatını təmin etmək məqsədi ilə tədbirləri davam etdirilir. Piyadaların və nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədi ilə həyata keçirilən tədbirlər çərçivəsində paytaxtın bir sıra yolları yenidən qurulur. Nəqliyyat Nazirliyi Azəryol Servis Açıq Səhmdar Cəmiyyətindən bildiriblər ki, Nizami rayonu Mikayıl Əliyev küçəsindəki yol yenidən salınır. Mikayıl Əliyev küçəsinin təmir olunan hissəsinin ümumi uzunluğu 1375 metr, ümumi eni 26,5 metrdir. Deməli, təmir olunan hissə Mehdi Abbasov və Rüstəm Rüstəmov küçələri arasında yerləşir. Bundan başqa qeyd burada, yəni hal-hazırda yolun hərəkət hissəsinə yeni asfalt beton örtüyü döşənir, 2 qat olmaqla. Ümumilikdə 36.500 kvadrat metr sahəyə yeni asfalt beton örtüyünün döşənməsi planlaşdırılır. Əvvəllər yağış kanalizasiya sistemi olmadığından yığılan sular yol örtüyünün vaxtından əvvəl sıradan çıxmasına səbəb olurdu. Bu problem də öz həllini tapıb. Təmir tikinti işləri zamanı yağış kanalizasiya sistemi qurulub, barmaqlıqlar qoyulub, mövcud kommunikasiya xətlərinin dəmir beton plitələri qaldırılaraq baxış qapaqları yenilənib. Əvvəllər küçə boyu piyada səkilərinin olmaması vətəndaşların təhlükəsiz hərəkətində problemlər yaradırdı. Artıq bu problem də həll edilib. Küçə boyu hər iki istiqamət üzrə 1,5 metr enində yeni piyada səkiləri qurulub. Yolun hər iki tərəfində ümumilikdə 2700 paqonometr yeni səki daşları düzülüb, yol boyu müasir işıqlandırma sistemi tikilir. Mikayıl Əliyev küçəsində təmir tikinti işləri tərtib olunmuş qrafikə əsasən aparılır və yaxın vaxtlarda başa çatdırılacaq. Surxay Atakişiyev, Elçin Tağıyev, Ruslan Həsənov, xəbərlər. Tamamilə iflasa uğrayan Ermənistanda isə əskər anaları yenidən etirazlara başlayıblar. Orduda özbaşınalıq səbəbindən övladlarını itirmiş valideynlər ölüm faktlarının